Selam, Reopen Media'nın Renews Haber kanalı canlı yayıma başlayır. Stüdyada Canan Karapetyan işleyir. Yekaterinburg'da Azerbaycanlılar hepsi olunup sefire nota tekdim edilip, Erivan'dan Lavrov'a cevap verilip, vacip beyanatlar seslenip. Bu ve diğer mevzular bugünkü efirde. Sputnik Azerbaycan'ın Bakı'daki ofisinde əməliyyat keçirilir. Əməliyyat zamanı saxlanılanlar var. Daxili İşlər Nazirliyinin əməliyyatı zamanı Rusiyanın Federal Təhlükəsizlik Xidmətinin bu agentlikdə çalışan 2 əməkdaşı saxlanılıb. Qeyd edək ki, bugün səhər saatlarından etibarən Daxili İşlər Nazirliyi Sputnik Azerbaycan'ın Bakı'daki ofisində əməliyyat keçirir. Xatırladaq ki, Rusiyanın Rossiya Segodnya Beynəlxalq İnformasiya Agentliyinin filialı kimi fəaliyyət göstərən Sputnik Azerbaycan agentliyinin fəaliyyətini dayandırılmasını barədə bu il fevral ayında qərar qəbul olunub. Məlumatda bildirilib ki, bu qərar Azərbaycanın dövlət mediasının xaricdə və xarici jurnalistlərin ölkəmizdə fəaliyyətində pariteti təmin etmək məqsədi ilə qəbul edilib. Başqa sözlə Sputnik Azərbaycanın Bakıda çalışan jurnalistlərin sayı Azərtaycan Rusiyadakı jurnalistlərinin sayına bərabər olacaq. Lakin Sputnik Azərbaycan bu qərara əməl etməyib. Ötən müddət ərzində ofis və kollektiv fəaliyyətini dayandırılmayıb. Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova TASS-a bildirib ki, Rusiya Bakıdakı Rus diplomatların 2 saatdan artıqdır Rusiyalı jurnalistlərlə əlaqə saxlaya bilməməsindən narahatdır. O əlavə edib ki, Azərbaycan tərəfi səbəbini izah etmədən Rusiyalı diplomatların Rusiyalı jurnalistlərlə əlaqə saxlamasına icazə vermir. Rusiya tərəfi jurnalistlər bağlı vəziyyətlə bağlı Azərbaycan Xarici İşlər Nazirliyinə və təhlükəsizlik orqanlara məlumat verib, lakin heç bir cavab verilməyib. Bu, Azərbaycanda artıq 2 gündür hökm sürən anti-Rus əhval-ruhiyyələrinin aydın davamlıdır. Bu vəziyyət xüsusilə Yekaterinburg'da Azərbaycanlıların kütləvi həbs olunması və ölümü ilə bağlıdır. Bu mövzuda hazırladığım reportajı izləməyə təklif edirəm. Nə olub, cənab Putin? Dünən Azərbaycan dövlət mediasının şərhçisi öz çıxışına bu sözlərlə başlayıb. Səbəb, Rusiyanın Yekaterinburg şəhərində azərbaycanlıların kütləvi həbsi və bu həbslər zamanı ölüm hallarının qeydə alınmasıdır. Rusiya-Azərbaycan münasibətlərindəki növbəti böhran Yekaterinburgun Kaspi kafesində 2001-ci ildə baş vermiş qətl hadisəsi ilə bağlı həbs edilən şübhəli azərbaycanlıların ölümü ilə əlaqədardır. Ümumilikdə 50-dən çox şəxs saxlanılıb. Onlardan ikisi jurnalist Seyfəddin Hüseynlinin qardaşları vəfat edib. Nə olub, cənab Putin? Nə baş verib, cənab Putin? Həqiqətənmi Azərbaycanın güclü regional ölkəyə çevrilməsi sizi bu qədər narahat edir? Biz başa düşürük ki, siz zorla öz sıralarınıza daxil etdiyiniz xalqları idarə etməyə öyrəşmisiniz. Bəs Kreml və Putin başa düşürmü ki, artıq 1937-ci il deyil, 2025-ci ildir və keçmiş müttəfiq ölkələr 30 ildən çoxdur ki, müstəqildir. Başa düşürmü ki, heç nə unudulmur? Nə Stalinin repressiyaları, nə 20 yanvar, nə də Ermənistan tərəfindən həyata keçirilən, lakin arxasında Rusiyanın dayandığı Azərbaycan ərazilərinin işğalı. Bəli, Rusiyanın əli və Rusiyanın iştirakı ilə. Qalmaqal artıq beynəlxalq xarakter alıb. Azərbaycan Xarici İşlər Nazirliyi Petrasiyanın müvəqqəti işlər vəkilinə öz narahatlığını və hiddətini bildirib. Reydi həyata keçirən Rusiya hüquq mühafizə orqanları əməkdaşlarının cinayət məsuliyyətinə cəlb edilməsini tələb edib. Eyni zamanda Rusiya Baş nazirinin müavini Aleksey Overçukun bu günlərdə Azərbaycana nəzərdə tutulan səfəri ləğv edilib. Bütün bunların fonunda Azərbaycanda Rusiya ilə nəzərdə tutulmuş mədəni tədbirlər də ləğv edilir, deyə Azərbaycan Mədəniyyət Nazirliyi bəyan edib. Rusiya Federasiyasının Yekaterinburg vilayətində Rusiya hüquq mühafizə orqanlarının milli mənsubiyyətə görə azərbaycanlılara qarşı nümayişkarana şəkildə həyata keçirdiyi məqsədyönlü qətilləri və zoraki hərəkətləri, eləcə də ümumilikdə son vaxtlar bu cür halların sistemli xarakter aldığını nəzərə alaraq, Azərbaycanda dövlət və özəl qurumların xətti ilə Rusiya ilə nəzərdə tutulmuş konsertlər, festivallar, tamaşalar, sərgilər daxil olmaqla bütün mədəni tədbirlər ləğv edilir, deyə məlumatda bildirilir. Bu fonda Rusiya-Azərbaycan gərginliyi siyasi və etnik müstəvilərə keçərək daha aydın cizgilər alır. Yekaterinburg, indi isə Voronezh hadisələri Bakıda Moskvadan sərt bir mesaj kimi qəbul edilir. Lakin buna yaltaqlıqla deyil, aydın bir reaksiya ilə cavab verilir. Regionda yeni güc balansı formalaşmağa başlayır ki, burada Moskva tədricən aparıcı mövqelərdən sıxışdırılıb çıxarılır. Bu xüsusilə son günlərdə həm Əliyevin, həm də Paşinyanın Türkiyəyə səfərləri nəzərə alınmaqla daha aydın görünür. Bu, Qafqazda təsir oxlarının Ankaraya xeyrinə yer dəyişməsinin bariz göstəricisi idi.
Moskva Bakının Yekaterinburg hadisələrinin ilə bağlı Rusiya tərəfi ilə tədbirləri ləğv etmək qərarından təəssüflənir. Bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib. Peskov bildirib ki, Rusiya prezidenti Vladimir Putinin gündəliyində Azərbaycan prezidenti İlham Aliyevlə telefon danışdığı yoxdur, lakin lazım gələrsə ən qısa zamanda başa tuta bilər. Kreml sözçüsü əlavə edib ki, Yekaterinburg hadisələri hüquq mühafizə orqanlarının işi ilə bağlıdır və iki tərəfli münasibətlərdə demarşlar üçün səbəb olmamalıdır. Rusiya Dövlət Dumasının MDB İşləri üzrə Komitəsinin sədri müavini Konstantin Zadulindən qalmaqalı açıqlama gəlib. Rusiyalı deputat bildirib ki, Azərbaycan heç vaxt Rusiya üçün strateji tərəfdaş olmayıb. Zadulinin sözlərinə görə Azərbaycanın nə Avrasiya İqtisadi İttifaqında, nə də kollektiv təhlükəsizlik müqaviləsi təşkilatında iştirakı var və məhz bu qurumlara öz ölkələrə qarşı strateji tərəfdaş anlayışı işlədilir. Eyni zamanda belə təşkilatlarda iştirakı belə ölkələrin açıq şəkildə anti-Rusiya siyasəti yürütməsinin qarşısını almır deyə Zadulin qeyd edib. Təəccüblü bir hadisə baş verib. Məlum olur ki, Azərbaycan artıq azərbaycanlıların güya Artsaxa qayıdışı üçün xüsusi metodologiya var və bu metodologiya beynəlxalq mükafata layiq görülüb. İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi Böyük Britaniyada yerləşən Global Business Outlook nəşriyyətinin təşkil etdiyi Global Business Outlook Awards beynəlxalq mübahişəsində Government Services nominasiyası üzrə ali mükafata layiq görülüb. Bu, bəlkə də bu qədər qəribə görünməzdi, əgər eyni dövrdə sosial şəbəkələrdə yayılmasaydı o video çarx arada ki, 2020-ci il müharibəsində həlak olmuş bir neçə azərbaycanlıların valideynləri açıq şəkildə bəyan edirlər. Daha yaxşı olardı, əgər bütün Qarabağ ermənilərə qalaydı, nəinki düşəydi layiq olmayanların əlinə. 2020-ci il müharibəsində ovladlarını itirən həmin valideynlər ziyarət üçün getmişdilər Dadivanka və gördüklərində məyus olaraq canlı yayıma qoşulmuş, emosional şəkildə öz etirazlarını bildirmişdilər. Gəlin həmin video çarxa baxaq və sonra davam edək. Nə müdiriyyəti bizə yaxın durmalıdır, nə bir şey. Torpağı alan oğlanlar, torpağı canı verən oğlanlar qalıb bir kənarda. Burada elə bir insanlar oturub ki, buraya erməniyə qalsa onunla yaxşı idi. Bu narazılıq dağlası təkcə bir hadisə ilə məhdudlaşdırmır. Vaxtaşır sosial şəbəkələrdə azərbaycanlılar etiraz edirlər ki, Qarabağ güya onların qayıdışı üçün nəzərdə tutulsa da, əslində bölgə artıq Türkiyə bizneslərinin çiçəkləndiyi mekana çevrilib. Halbuki vədlərə görə məhz sıravi azərbaycanlılar oraya köçməli, yaşamalı və iqtisadi fəaliyyət göstərməli idilər. Bu faktı bir daha təsdiqləyir ki, Qarabağın Azərbaycan tərəfindən işğalı 2020-ci il müharibəsindən sonra ilk növbədə İlham Aliyevin şəxsi və klan ambisiyalarına xidmət edirdi. Bu, heç də Bakının iddia etdiyi kimi tarixi ədalətin bərpası deyildi. İndi isə baxaq İrəvandan nə baş verir? Arad Mirzoyan Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasətinin üzrə ali nümayəndəsi Kaya Kallas ilə keçirdiyi birgə mətbuat konfransında bu kontekstdə Cənubi Qafqazın Avropa mərkəzi və Şərqi Asiyasını birləşdirən körpü rolunu vurğulayaraq deyib. Cənubi Qafqazda təhlükəsizlik vəziyyəti ilə əlaqədar mən Ermənistan-Azərbaycan nizamlanması kontekstində son hadisələri təqdim etdim. Həmçinin Ermənistanın sazişin imzalanma yerini və vaxtını müəyyən etmək üçün dərhal Azərbaycanla məsləhətləşmələrə başlamağa və ümumiliklə nizamlanmanın bütün spektri ilə bağlı məsələləri müzakirə etməyə hazır olduğunu bir daha bəyan etdim, deyə o bildirib. Bu kontekstdə rəsmi Bakı mövqeyi belədir ki, razılaşdırılmış mətn mövcuddur, lakin nə qədər qəribə olsa da Ermənistan hələ də addımlar atmalıdır. Bu qarşılıqlı ittihamlar dağlasının nə qədər davam edəcəyi bəlli deyil, lakin rəsmi İrəvan dəfələrlə bəyan edib ki, müqaviləni imzalanmağa hazırdır və top Bakı meydanındadır. İran Ermənistan-Azərbaycan sülh sazişini dəstəkləyir. Bu barədə İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmail Baqai bəyan edib. Ermənistan və Azərbaycan Respublikası ilə bağlı məsələdə bir hər zaman iki ölkə arasında sülh prosesini dəstəkləməyin vacibliyini vurğulamışıq və hər iki tərəfi mümkün qədər tez sülh sazişinin imzalanmağa təşviq etmişik. Cənubi Qafqaz regionunda sülh və sabitlik İran İslam Respublikası üçün strateji əhəmiyyət daşıyır. Biz həm Ermənistan, həm də Azərbaycan Respublikası ilə yaxşı münasibətlərə sahibik deyə Baqai bildirib.
Ruben Rubinyan ve İran sefiri regional hadiselerle bağlı meseleleri müzakere edibler. İyunun 30'da parlamentin sedri muavini Ruben Rubinyan, İran İslam Respublikası'nın Ermenistan Respublikası'ndaki fövgelade ve selahiyetli sefiri Mehdi Sohbani'nin gebul edip. Taraflar iki taraflı emektaşlık ve regional hadiselerle bağlı meseleleri müzakere edibler. Cenubi Kafkaz'da ve Yaxın Şərqdə sülh ve sabitliğe ehemmiyet verilip. Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı ölkələrinin xarici işlər nazirləri Ermənistanda baş verənlərə bağlı ciddi narahatlıqlarını ifadə ediblər. Bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov bildirib. O deyib ki, kanonik Erməni kilsəsinin hücumlara məruz qalmamasını və münaqişəsinin tezliklə həll olunması istərdik. Mövzunu müzakirə etdik, Ermənistanın daxildə baş verənlərə bağlı ciddi narahatlığımızı bildirdik. Aydındır ki, bu qonşularımızın daxili işidir. Lakin şüphesiz ki kanonik minillik Ermeni Apostol Kilsəsinə qarşı hücumlar çox böyük narahatlıq doğurur, nazir bildirib. Ermənistanın Xarici İşlər Naziri Ararat Mirzoyan Rusiya Xarici İşlər Naziri Sergey Lavrova Ermənistanın daxili işlərinə qarışmamağa tövsiyə edib. Səhv etmirəmsə, cənab Lavrov hakimiyyətinin kilsəyə qarşı mübarizəsi ifadəsini işləyib. Yenə deyirəm, cənab Lavrovun məlumatı tamamilə həqiqətə uyğun deyil. Ermənistanda hüquqi proses gedir və bu Ermənistanın daxili işidir. Yaxşı olardı ki, cənab Lavrov Ermənistan Respublikasının daxili işlərinə və daxili siyasətə qarışmasın. Eyni müraciət Lavrovun Rusiyalı parlamentdəki tərəfdaşlarına, media tərəfdaşlarına da edilir. Hesab edirəm ki, Rusiya rəsmiləri, parlamentariləri və media ekspertləri Ermənistan Respublikasının suverenliyinə böyük hörmətlə yanaşmalı və bir daha bizim daxili işlərimizə qarışmağa imkan verməməlidirlər, Mirzoyan deyib. Okampo'nun gündeme getirdiği bir mevzu var. O, Ermənistan ve Azərbaycanın qarşılıqlı beynəlxalq şikayətlərinin geri çağrılmasına toxunub. İrəvan beynəlxalq hüquq mühakiməsində ermənilərə qarşı cinayətlərin istintaqını dayandıra bilməz. Bu barədə Beynəlxalq Cinayət Məhkəməsinin sabiq baş prokuroru Luis Moreno Ocampo bəyan edib. Hər halda prokuror 2021-ci ilin mayın 10-dan etibarən yurisdiksiyasını tətbiqindən başlayaraq cinayətlər üzrə istintaqa davam etmək hüququna malikdir və geri çağırmadan sonra bir il müddətində bu hüquq qüvvədədir. Ermənistan hakimiyyəti bir il əvvəl Roma statutunu ratifikasiya edib və bildirib ki, bu onlara Bakıdakı aqressiyaya və hərbi cinayətlərə, o cümlədən 2021-2022-ci illərdə Ermənistan ərazisində hücuma qarşı məhkəmədə iddialar qaldırmağa imkan verəcək. İran qonşular və bölgədə ölkələrin ilə münasibətlərdə yeni səhifə açmağa hazırdır. Bunu İran prezidenti Masud Pezeşkan Nazirlər Kabinetinin iclasına bildirib. O, qonşuluq siyasətinin və regional münasibətlərinin inkişafının İranın əsas strategiyası olduğunu təsdiqləyib. Pezeşkan deyib ki, İslam ölkələri arasında həmrəliyini, vacibliyi nəzərə alaraq və hərtərəfli əməkdaşlığı genişləndirmək məqsədi ilə İran Körfəz Əməkdaşlıq Şurası ilə tam əməkdaşlığa hazırdır. Bununla da qonşularla münasibətlərdə yeni səhifə açırıq, o deyib. Avropa İttifaqı bugün rəsmi olaraq Rusiyaya qarşı sektoral sanksiyaların uzadılmasına razılıq verib. Bu barədə Avropa İttifaqının Xarici İşlər və Təhlükəsizlik Siyasəti üzrə Ali nümayəndəsi Kaja Kallas X hesabında bildirib. Biz Ukraynadakı müharibəni dayandırmaq üçün Moskvaya təzyiq göstərməyi davam edəcəyik. Hər bir sanksiyalar Rusiyanın müharibə aparmaq qabiliyyətini zəiflədirir, Kallas vurğulayıb. Türkiyədə 4 tərəfdən yanır. 15 vilayətdə yanğın söndürənlər quru və hava vasitəsi ilə ateşlə mübarizə apara bilmirlər. İşlər gündüz vaxtı istidən axşam incə güclü küləklərdən dolayı daha da çətinləşir. Yalnız həftə sonları 150-dən çox meşə yanğını barədə siqnal daxil olub. Təklif edirəm, hazırladığımız reportajı izləyək və studiyaya qayıdaq. Türkiyə 4 bir tərəfdən yanır. 15 vilayətdə yanğın söndürənlər qurudan və havadan alovun qarşısını ala bilmir. Gündüzlər istilər, axşamlar isə güclü küləklər səbəbindən vəziyyət daha da mürəkkəbləşir. Təkcə həftə sonu 150-dən çox meşə yanğını ilə bağlı siqnal daxil olub. Çoxsaylı yanğın halları hüquq mühafizə orqanlarında meşələrin qəsdən yandırıldığına dair şübhələr yaradıb. Bu şübhə ilə artıq 17 nəfər saxlanılıb. Nəzarətə alınması ən çətin olan yanğınlar Antalya və 4,5 milyon əhalisi olan İzmir vilayətlərindədir. İzmir Beynəlxalq Hava Limanı uçuşları dayandırıb. Bir neçə rayon təxliyə edilib.
Türkiyə mediasına müsahibəsində bir sakin vəziyyəti belə təsvir edir. Toydaydıq, gəlini gətirdik, evə gəldik. İstiyə dözə bilmirdim. İzmirdəki yanğına baxırdım. Aparıcı canlı yayımda o insanların vəziyyətindən danışırdı. Dedim, ah yazıq insanlar. Sonra mənə zəng edib dedilər ki, istixanan yanır. Qorxudan çölə qaçdım və dizimi zədələdim. İndi ayaq üstə güclə dayanıram. Çoxları avtomobillərini də təxliyə etməyə çalışıb, lakin nəqliyyat vasitələrinin bir hissəsi yanıb. Yanğın söndürən dəstələr çatışmadığı üçün işə polislər də öz su tökən maşınları ilə qoşulub. Bu maşınlardan adətən nümayişləri dağıtmaq üçün istifadə olunur. Hava şəraiti isə hələlik yanğın söndürənlərə kömək etməyə tələsmir. Meteoroloqların proqnozları ürək açan deyil. Mütəmadi olaraq alovun üzərinə 12 ton su tökən 2 təyyarəmizdən başqa, təəssüf ki, digər hava nəqliyyatı vasitələrimiz küləyin şiddətinə görə texniki cəhətdən havaya qalxa bilmir. Meteoroloqların dediyinə görə gecə yarısına qədər küləyin sürəti azalmayacaq. Bu müddət ərzində bir neçə kəndi təxliyə etmişik. Hazırda Atatürk məhəlləsinin təxliyəsinə başlamışıq. Rəsmi şəxs bildirib ki, belə böyük miqyaslı yanğınlardan sonra maddi itkilərin həcmi barədə danışmaq hələ tezdir. Əsas odur ki, hələlik insan tələfatı barədə məlumat yoxdur. Bugünkü buraxılışda sizinle paylaşacaklarımız bu kadar idi. Renews Haber kanalın Azerbaycanca xidmətini izləməyə davam edin. Obyektiv ve dakik informasiya üçün biz regiondaki vəziyyəti izləməyə davam edəcəyik və sizə yalnız faktlara əsaslanan məlumatları çatdıracağıq. Siz bizi YouTube, Telegram, Instagram, X, Facebook'ta tapa bilirsiniz veya bizi reopen.media saytında izləyə bilirsiniz. Bugünkü bu kadar ve görüşene dek sağ olun.